Əsərin qəhrəmanı buradadır. Artıq 1800 kilometr yol getmiş. Başlayaq. Əsərin qəhrəmanından başlayaq. Necədir vəziyyət? Rəşad usta, birinci mühərrikin yağını yoxlayaq. Heç olmasa bir 1 litr azalar da indi. Nə qədər adama 50% endirim vermişsiniz? 12 nəfər. 12 nəfər. Tuta bilmirlər də ona görə. Qardaş, doğrudan həqiqətdir bu deyən adamlara 2 dəfə qaz verirəm, qoxusundan anlayırlar ki, həqiqətdir. Artıq o tavanın dibidir. Nəhayət mən də bu mənzərəni görürəm. Bəlkə bunu mən eləyim, nə olar? Baxın, ha, süni intellektdən dəyişir ya. Dodaqlarıma dəyməyim, başa deyirsiniz. Yaxşı, bəs Rəşad usta, siz hələ də deyirsiniz, davam ediyor bu şəkildə. Məncə davam edir. Özdən çatdırmaq üçün. Ha, babayaq buradaydı. Acdı ne lan? Gördüğümüz Sen oradan 3 tane döner sipariş eder. öldürdü bu bizi. Dürümle olsun. Nəhayət Rəşad ustanın Nərmanov filialında çəkilişə gəlmişik. Niyə gəlmişik? Deməli, burada 2-3 məsələ ilə bağlı çəkiliş olacaq. Əsas əsərin qəhrəmanı buradadır. Artıq 1800 kilometr yol getmiş, günə baxan yağı ilə getmiş Pradodan danışırıq. Burada həm də Rəşad ustanın axır vaxtları bizdən soruşurlar, bu Nərmanov filialındadır da, bu Raskaksovka deyilən koksdan azad etmə. Bir də bu avtomobildə o katalizatora Rəşad usta necə baxa biləcək bununla bağlı. Gördüyünüz kimi hələ ki bu bunun üzərindədir. 1800 kilometr artıq gedib və hələ də qüvvədədir ki, bu avtomobili kim harda gördü, bu hissədən avtomobilin şəklini çəkdi, o tərəfi də ola bilər. Hər iki üzündə var. Çəkdi, Bardal Azərbaycan səhifəsini işarələdi, ona həmin bu eliksir qatqısı 50% endirimdən verilir və bu davam edir. Amma görə necədir də vəziyyət? Artıq 1800 kilometr və Rəşad usta ilə Maraq bəylə bərabər bir daha o dediyimiz incəliklərə toxunaq baxaq. Xoş gördük Rəşad usta. Xoş gəlmişsiniz Rəqib bəy. Xeyirli olsun Nərmanov filialı. Çox sağ olun, təşəkkürlər. Xoş bizə gəldi yəqin ki. Əla, əla. Burada artıq biz bütün kompleks işləri görə bilirik. Silingər xidmətidir, standart yağ dəyişmədir. Bir də əlavə kokusdan azad etmə falan bu işlərdə. Onlar da istəyirəm ki, bir ümumi göstərəlim. Onlar da elə. Başlayaq Pradodan. Əsərin qəhrəmanından başlayaq. Necədir vəziyyət? Rəqib bəy, 1800 kilometr gedib, heç bir problem yoxdur. Bir problemimiz oydu ki, biz katalizatorda səs boğucudan o çıxan o pırt-pırt səs ki var idi. Ona görə indi istəyirik katalizatora baxsın Rəşad usta, görsün tutulma var yoxsa yox. Əgər varsa, Alpinin katkılından olsa da olmasa da məncə istifadə edir. O istənilən halda, hətta əvvəlcə də eləməliydik hətta. Amma yenə də Rəşad usta bizə onun bir vəziyyətini göstərə bilirsə, görə bilirsə ona baxacaq. Yağın ümumiyyətlə səviyyəsinə baxmamışam, yağın səviyyəsi. Elə birinci ondan başlayacaq. 1800 kilometrdə hələ yağ əlavə eləməmişəm, yəni günə baxan yağ. Əlavə olunsa günə baxan olunacaq, yoxsa eliksir? Yox, günə baxan. Günə baxan. Eliksir var da. Ha, eliksir var və həm də o şeyi pozmayaq da, yəni deməsinlər ki, əlavə elədiniz eliksiri. Ondan sonra. Rəşad usta, birinci mühərrikin yağını yoxlayaq. Əlbəttə. Görək nə qədərdir, necədir. Hə, çünki hardasa o 300-400 milli var idi. Heç olmasa bir 1 litr azalar da indiyə. Hətta 1800 kilometr gedib də bu vaxtda ən azı 1 litr yarım azalırdı. Yəni normalda hə, adi yağda belə, bu adi deyəndə ki, Alpinlə nə idi? Alpin idi. Alpin əlavə eləyirdi. Hə, Alpində normalda, yəni normal orta yağda adi biz bu azalmanı görürdük. Ona görə indi Rəşad usta bizə göstərsin. İlk ona baxacağıq. Təbii ki, o qoxusu, mühərrikin səsi falan bunlar öz yerində. Nə qədər adama 50% endirim vermişsiniz? 12 nəfər. 12 nəfər. Tuta bilmirlər də ona görə. Qardaş, bizim Azərbaycanlılar elə şeyə maraqlı deyirlər. Mən bunu Yox, maraqlıdırlar. Sadəcə biraz ora gəlim, maşını tutum, o var da. Sağ ol. Biz bunu sabit bir yerdə saxlasaydıq və desəydik ki, gedin orada, hə, mən razıyam. Ay, sağ ol. Ona görə də biz onu zaten simvolik qoymuşduq. Amma yaxınlaşanlar var, soruşanlar var, hətta belə deyim də, qardaş, doğrudan həqiqətdir bu deyən adamlara 2 dəfə qaz verirəm, qoxusundan anlayırlar ki, həqiqətdir. Çünki həqiqətən də yaxşı ki, biz bunu yayda eləmədik. Pəncərələri bir balaca açırsan, indi havalar yaxşıdır. İçində oturmaq olmur avtomobilin. Yəni, bildiyin mətbəx isi. Kartoşkanı ilə. Kartoşkanı isi gəlir. İndi əslində sizin bu şey Rəşad ustaya sərf eləmir. Ona görə də maşın mümkün qədər, nə qədər az adam görsə o qədər yaxşıdır. Rəşad usta deyir ki, mənim çörəyimə girirsiniz. Amma 12 nəfərlə Rəşad varlı olacaq. Eliksirlə də, eliksirlə. Elə o nəysə. Allah sizin işi zahir. De, qorxma. Montaj eləyəcəyik, de.
Ya. Mən ölümdəyim. Sizə ümid yoxdur. Şimdi görürsən buradan gələn. Sonra Rəşad Ustanın da özünü şantaj edəcəyik ondan. Hə, bunu bir vəziyyətinə baxaq, sonra bir işə salaq, səsini eşidək. Var ki. Yox, artıq azalmamız var. Yarıdır da. Fikir verirsən, yox. Bax alt nöqtədədir. Gördünüz mü? Əlimin ayağı. 1 litr. 1 litr Marat bəy. Azalma. Nəhayət ki, simsika yağı əlavə edəcəksən. 1 litr. O litrajın hamısını buraxacaq bunun üstünə. 1800-ə 1 litr azalmamız var. Biz o gözəl görünür. Bəli. Var. Bəli. Şimdi Bagajda da gəzdirir yağı. Olmasa da niyə babadan almışsın? Amma olmalı idi. Yenə də işə əlavə edib işə salarıq yəqin ki, amma yağın rəngi yenə də normaldır ya Rəşad. yağın rəngi qaydasındadır. Gələn bir dənə zəhmət olsun. Yəni ona bax, hər nə qədər 1 litr azalsa da, nə olsa da, yəni yağ belə qapqara da deyil. Artıq iyisi təmiz kəskinləşib. Hə, artıq o tavanın dibidir. Belə Əvvəl o üstdən o tullanan yağ dənəcikləri idi, indi artıq tavanın dibində bir dənə idi. şey verdim mən. Nəhayət mən də bu mənzərəni görürəm. Nəhayət ki, siz də bu mənzərəni görəcəksiniz. Bəli. Günə baxan yağlar. Bəlkə bunu da mən eləyim, nə olar ki? Niyə olmur ki? Baxın ha, süni intellektlə dəyişir ya adam. Dodaqlarıma dəyməyin, başqa deyirsiniz. O Pradon dodağını mənə qoymayın. Başqa hər şeyə dözərəm, problem yoxdur. 1 litr günə baxan yağını əlavə edirik yenidən avtomobilimizə. Nədirsə, heç normal da açılmır. Hə, yox, mən düz açmıram. O sabirini ki, bizim mətbəxlə işimiz yoxdur. Azərbaycan istehsalıdır, dəyməyin. Yox, nə deyirik ki? Ona görə də Sağlıqla, buyurun. bəli, sağ olun. Asıl. 1 litr günə baxan yağı əlavə edirik. Ölkədə 3-cü adamdır ki, avtomobilə günə baxan yağ əlavə edir. Biri Rəşaddır, biri məndən 3-cü rahat. Heç olmasa üçlüyə düşüm də mən də. İnşallah Forbes-də. Yaxşı, bəs Rəşad usta, Bəli. siz hələ də deyirsiniz davam edək bu şəkildə. Məncə davam edək. Katalizator, Baxacaq indi. O endoskopla katalizatorun məsafələrini yoxlayacaq. Görək nə var, nə yox. onsuz da kətkilini əlavə edəcəyik, o heç, Hə. sözsüz. Bunu mətbəxdə də belə zülümlə tökürlər bizim xanımlar. Mətbəxdə bu qədər tökmürlər. Töküm qoyurlar yerə. 1 litr. İndi təkrar baxmaq olar şübhə, Rəşad usta. Əlbəttə. Bir də baxaq. Dirsatdan buraxır. Nə bilim, ən azı Rəqib bəy, gəlin, baxın. hamı görsün ki, çözdən çatdı maksimum. Hə, babayaq buradaydı Bəli, minimumda. düz gəldi burada. Gəldi çatdı maksimuma. Əssalam. Çünki həmişə deyirik ki, o minimum maksimum arası 1 litr deməkdir. Bəzən kimsə deyir ki, aşağıda dayanıb 1000 yazılan yer olur və yaxud işarə nə olur. İndi işə salaq, hə? Hə, gəlin işə salmadan işə salıb nəyi görəcəyik? Katalizatorun sensorunu açın, bir dənə katalizatorun vəziyyətinə baxaq. Yaxşı, onda bunu bağlayırıq. Hə, bizə işə salma heç nə göstərməyəcək, işə düşür də. Yox, səsini eşitmək istəyirdim ona görə. Onu lap axırda da eləyək. Ona baxırda yoxlayarıq. İndi gəlin elə katalizatorun sensorunu sökün. 5 dəqiqə endoskopdan baxaq orada. Nə var, nə yox. Onda Rəşad nə usta, proses o vaxta gedir? qədər ustalar bəlkə söksünlər, Sveçadan silindirə də baxaq endoskopla. Ehtiyac varmı? Keçən dəfə baxmışdım. 800 kilometr gedib də bir baxaq orada. Tezdir. Doğrudan? Tezdir. Ha, Tezdir. Bir dənə katalizatorun da çıxır. səsində bir dəyişikliyi var? Yox, səsində heç bir dəyişiklik yoxdur. Onda Kənan zəhmət Onda olmasa növbəti dəfə Raqib bəy, mənim fikrim nədir, sözüm düzü. Növbəti dəfə buradan sürücülərə də bildirmək istəyirəm ki, üzərindən çıxan yağı, elektriklə olan yağı biz Timkəndə sürtünmə aparatında da yoxlayaq. Əla. Hərçənd ki, artıq 1 litr də 1 əlavə litr də elədik. əlavə eləmişik, hesab edin ki 6 litrə. Yəni biz bununla biraz belə desək, bir balaca elektrikin keyfiyyətini azaldırmış oluruq təsirini. 100%. Biraz yox. Bunu da nəzərə alın ha. 4də 1, 5də 1. Düzdür, elektrik 50 min deyir, normal yağda deyir falan, amma nəzərə alsaq ki, burada normal şeylər baş vermir. Yəni biz biraz da elə bir ki, elektrikin təsirini azaltmış oluruq bundan. Bunu da nəzərə alın, amma yenə də hədəf hələ ki, belə başa düşürəm ki, 3, 4, 5 gedəcək. 5000 kilometrdir hədəf və Timkəndən də o yağı, günə baxan yağını yoxlayarıq. Görək sürtünmə. Maraqlıdır, sürücülərimiz ən çox elektriki nəyə qatırlar? Məsələn, hansı yağa qatırlar? Onu da yazsalar bizə maraqlı olardı şərhlərdə. Hə də, yəni hansı markalar, hansı qatılığa və hansı markalara qatırlar? Çünki burada əslində hər şey oradan başladı da ki, biz bunu istənilən yağa qata bilərik və doğrudan da bu video paylaşımından sonra efirdə də, bizim sosial şəbəkələrdə də kifayət qədər elektriklə bağlı çox suallar gəlir.
Biz də deyirik ki, qardaş, burada heç bir xüsusi bir şey yoxdur da. Aldığın üzərində təlimat var, qeyd olunub. İstənilən vaxtda tök ora sür getsin. Hətta qapı Amma dəstəyinə belə əlavə eləyə bilərsiniz, o. cırıldıya görə. Bəli, bəli. Cırıldı. Yəni, bu qardaş Petləyə yəni. petlə. Rəşad, ona baxmaqla nəyi biz biləcəyik? Biz katalizatorun vəziyyətini buradan görəcəyik. Endoskopi gətiririk mi? Ay sağ ol. Girdik qaydada. Katalizatorun içi. Murat bəy, sizdə amma katalizator qoyulma da. Ha, sonradan qoymuşam. Ha. Əvvəlki Ha, qalıqları. bunun tutulma riski heç yoxdur. Çünki bunun katalizatoru yoxdur. Fikir verin, ortada flamigasit deyirlər buna. Aldadıcıdır. Bəli. Bax, qıraqdan dəmirlərdir, ortada biraz boğulub. Bunun yəni bildiyimiz o içindəki o pətək formasında element yoxdur. Ha, biz onun tutulmağından qorxurduq. Yo, burada tutulma. Burada ən azı bir bu boru qədər yer var. Bu da tutula bilməz yəni, mümkün yox. Görürsüz, katalizatorun içi yoxdur. Ona görə katkelin tam yeri var burada. Bəli. Əslində katklinin də bir mənası yoxdur bu işə. Katklinin bir dənə nəyə mənası var? Divarlar da. Bir dənə katalizatorun sensorunu bir dənə verməm zəhmət olmasa. Bayağı göstərdim. Katklinin əsas işi burada nə olacaq? Katalizatorun sensorunun üzərini təmizləyəcək ki, yanacaq sərfiyyatı qaydasına düşsün. Amma orada xəta yanmır da heç nəyin. Yo, heç nə yanası deyil, çünki türk variantı burada var, görürsünüz. Buna rus dilində flamigasit deyirlər ki, bu ocaq buradan bu hissəyə verməsin, bunu yandırmasın. Tutardı getdik. Burada yəni qorxacaq bir şey yoxdur. Onda əla. Onda davam. Və rahat davam. Davam, bəli. Katkelini də mən göstərim hər ehtimala qarşı. Katkelin nə üçündür? Baxın. Bu əslində bizim yəni illər əvvəl çox haqqında danışdığımız məhsuldur. İndi öz müştəriləri var, bilirlər. Bunun da üzərində görürsünüz, ana dilində var. Ən yeni texnologiya sayəsində bütün yanacaq sistemini təmizləyir. Oksigen sensoru və katalitik çeviricilərdə qazlı karbon söküntülərini həll edir. Benzin və dizel mühərriklər üçün uyğundur. Ağır çirklənmənin qarşısını alır. Müntəzəm istifadə olunarsa yanacağın faydalı iş əmsalını və mühərrikin performansını optimallaşdırır. Katalitik çevirici və oksigen sensoru düzgün işləyir. Və yanacaq şənini tam doldurmazdan əvvəl əlavə edirik. Adi qaydada tökdük, üstündən də yanacağımızı doldurduq. Bu qədər. Yəni bu düzdür, indi bu hər satış nöqtəsində yoxdur da Marat bəy. Çünki biraz spesifik məhsuldur. Ümumiyyətlə Saytdan isə ən rahat almaq olar. ən rahatı odur, Oysho bazdan almaq. Oysho Bəzi bazdan, müştərilərimizdə var. Hətta mən bildiyim qədərilə Mastercard burada yoxdur, amma digər Mastercardlarda olmalıdır. Alpinin qatqıları var sizdə. Marat bəy, bu yeni filialdır. Yox, digər filiallar. Digər filiallarda var. Digər filiallarda mən ən yaxşısı elə Mastercard, məsələn, mənim bildiyim, bilirəm ki, Mastercardın filiallarında var. Ya da Oil Shopdan sifariş Ya da edirlər, Oil Shopdan çatdırsınlar da. sifariş eləyirsiniz, bir gün ərzində Bakı daxili pulsuz çatdırırıq, vəssalam. Ən rahatı. İş yerinizə, evinizə fərqi yox. Ümumiyyətlə isə burada görürsüz, yəni Alpinin antifrizlərini görürsüz. Burada bax, bardağın, biz Rəşad Usta həmişə deyir ki, əslində antifrizi baha hesab edirsiniz, amma böləndə litrə bardağın hazır antifrizi. G11-dən götürək, Mercedes və BMW-lərə istifadə olunur, G11. Bəli. Hyundai'larda da istifadə olunur, yəni etilen glikol tərkibli. Litri 8 manata düşür. Yəni təsəvvür Litri 8 manata var. mənə BMW üçün nə verə bilərsiniz? Hə, yəni ona görə bəzən yəqin bardağdır, baha olar düşüncəsi ilə deyirik. Litr yarımı 10 manata mənə nə təklif eləyə bilərsiniz? Ay sol, C11, C12. Litr hardasa 6 manat 50 qəpiyə düşər. Hə, burada isə o həmin bu sözü gedən məhsullar BDC-dir, dizel treatmentdir, petrol treatmentdir bu məhsullar. Bax, məşhur eliksir plazma, yəni heç xidmət almaq istəmişsiniz, gəldiniz, götürdünüz, çıxdınız, getdiniz. 5-i birində, bunu da çox deyirik, bu ümumiyyətlə çox az sürücü buna fikir verir. YGR-dir, katalizatorun elə özü bayaq danışdığımız turbodur, klapanlardır və injektorlar. Yəni bunlar heç biri sökülmədən bu qatqı vasitəsilə təmizlənir. Amma burada bir balaca fərqlidir davranış. Çünki burada qeyd olunur ki, bu əlavə olunmalıdır 20 litr yanacağa və 20 dəqiqə ərzində dövrlər sayı 2,5-3 min olmaqla. Yəni bunu 20 litr yanacağa əlavə edən sürücü nəzərə almalıdır ki, tutaq ki, o hardasa aeroport yolu, beton yol, yəni şərt deyil ki, mütləq çıxıb 150 ilə gedəsiniz.
dövrlər sayını 3-də saxlamaq üçün qoydun Tiptronikaya. Tutaq ki, 90 ilə Ən gedirsən. gözəli Ağşəhərdir Aqib bəy. O Yox, Ağşəhərin elə düz yolu yoxdur. 8 noyabr olsun, hava limanı yolu olsun, heç Pirşağı yolu olmadan, olsun. Yolun sağı Hə. ilə. Yolun sağı ilə Tiptronika qoydun, lap 70 ilə get. Sadəcə bir pillə aşağı qoyursan ki, dövrlər yuxarıda dayansın. Sür, avtomobil biraz aqressiv sürülür və salam, qatqı işini görür. Ondan sonra keçirsən standart məhsullara. Yəni bunlar da hamısı var və indi avtomobillə bağlı indi işə salıb səsini eşidirik Rəşad usta. Marat bəy, bir də Sizin burada işiniz qalıb? Yox, bizim elə bir işimiz yoxdur. Katkilini eləyək də. Katkilini istənilən vaxtı. Katkilini eləyin, buyurun. Əlavə eləyək. Böyle burada Oradan dursun. açılır yoxsa? İçəridən. Bu da adi qaydada. Zərdə Yanacağa, basmırsan. Yox, oradan bir dənə. yanacağa sonra da əlavə edə bilərsən, əvvəl də əlavə edə bilərsən. Birinci. Bu amma həm də indi Rəşad usta göstərdi, amma bu həm də xaric etmə qazanının özündə belə o barmaqla görürsən ki, qara Əlbəttə, edin də bəli, ağardı. bəli. Bax, bu baxımdan da önəmli məhsullardır. Sənə deyim, Alpinin qatqıları, bəziləri həqiqətən çox möhtəşəm qatqılar. Mən silantını götürsək, radiator Radiator silinti. bardaldan üstündür. Ha. Hələ mənim maşında bununla Silantı. Çünki biz onu elə əllə də manual test elədik. Təzyiq altında istənilən təzyiqə dözür. Hə, indi onu ustalar təcrübədən daha yaxşı bilir də. Sürücü ona görə onu ustadan soruşur ki, bəs belə elə bunu töküm yoxsa digərini töküm. Bax, o təcrübə. Yenə sensoru sökərik Rəşad usta. Baxaq görə nə qədər təsir edir. Hə, o sizin də əlimizdə nümunə var, video çəkilişdə. Hə. Amma siz onu hər çəndə əlavə edin də. İkinci dəfə də eləyərək. Hə, eləyin. İkinci dəfə də eləyin. O vaxtda da yəqin ki, artıq biz gələcəyik. Bizə hə, lazım ki, bilə yox, ağartdı, Həm ağartma. də Timkendə. Düzdür, ağartmasa da belə bu bir meyar deyil. Çünki oradan onsuz qapqara vıxıb gəlir. Yox, amma yenə də kömək edəcək, Hə, əlbəttə ki. ən azı- kifayət qədər fərq edəcək. Fərq Hə, ən azı yaratsa bir möhtəşəm olar. Çək. mühərrikimizin səsini bir daha eşidək. Ha. Nə var? Heç bir pereboy, titrəmə, heç nə yox. Qardaş, bunun biz nəyini dayandıraq? İşləyir də. Hə də. Vallahi. Çək kimi işləyir də motorda. Ha. Artıq kartofun iyi gəlməyə başlayır. Ya buradan gəlmir, ha, kartofun nə bir üstündən gəlir. Tüstü yoxdur. Tüstü. Yox, əksinə Raqib bəy. Pırtıltı da yoxdur. Qara tüstü olurdu. İndi ağ tüstüdür. Çünki Demək olar tüstü yoxdur. mühərrik yağı yananda qara tüstü Qara verir, tüstü. gözə çarpır. Bu da heç görsənmir də. Görsən, indi bir dənə qaz verir. O pırtıltı daha yoxdur da. Hansı ki bir ara dizi olur. Yox, bir şey yox. Bir dənə qaz verir. Hə. Yüngül ağ tüstü var və salam. Acdım elə. Gördüyümüz Oradan kondensatdır. yemək istəyir. Valla aclıq gəldi mənə. Yox, bu gördüyümüz kondensat. Əməli başsın iyi gəlir. Hə, Əvvəl o- belə kəskin gəlmirdi. Hə. İndi bütün yanma kamerasında. Ha, su da o, ha. Söndür, söndür. Sən oradan 3 dənə dönər sifariş elə. Öldürdü bu bizi. Dürümlə olsun. Yemək çatdıran şirkətin birini reklam götürürsən, yoxsa Yox, ona görə sənə deyirəm də, yoxsa deyilə adını çəkərdim mən də. girəcəm bax o Ona görə o zülmə qatlaşıb sənə deyirəm ki, sən sifariş elə. Bilirəm ki, topdan sifariş edəyəm. artıqlamasını istəyəcəksən. Bir sözlə, bu avtomobillə bağlı necə deyərlər, reality show davam etməkdədir. Marat bəy yenə də 5-ci günlər 5-8 aralığında gəlib ATV kanalının yanında bu maşının şəklini çəkə bilərsiniz. Çünki ən azı bilirəm ki, efirə gəlir hara getsə də. Hə. İndi plazaya bəlkə oralarda biraz çətin olar gəlmək, bir də Qaraçuxurda. Ha, Qaraçuxur, nə bilim, Heydər Əliyev prospekti, Ziya Bünyadov, Bakı şəhərindədir də maşın yəni. Hə, yəni hətta Marat bəy dedi ki, bu da yaxşı üsuldur. Tutaq ki, siz yolda gedirsiniz, trasda, maşını gördünüz. Şəkil çəkmək çətin ola bilər, amma video eləyə bilərsiniz həmin vaxtı. Video eləyin, göndərin vəssalam. Videonu göndərin. Facebook, Instagram səhifə. Ha, videonu göndərin ya özünüzdə paylaşıb işarələyin bardağı. Yəni onlar görsünlər ki, siz bunu çəkdiniz. Məqsəd budur. Onlar gördülər ki, siz onu çəkdiniz, yəni sizi tanısınlar və elə oradan da cavab 5 verəcəklər. dəqiqə ərzində biz artıq o promo kodu göndəririk. Vəssalam. Salam, xeyirli olsun. Dəqiqləşdirim, Qaraçuxurda 81 naxırına çatmamış 8-ci dalandır. Səhv dedin, amma düzəltdim. 7 ilə 8 arası. O deyəsən o birisi evi idi. Dedin, amma dəqiq. Ora deyəsən başqa yerə yermiş. Əhməd Saradan. Və salam, çox sağ olun. Növbəti çəkilişdə görüşərik.